baş ağrılar bax olur. Deməli, gərginlikdən, gərgin həyat tərzindən yaranan baş ağrı, sosial problemlərin məcmuəsini həll edən nevrozlardan yaranan baş ağrılar. Deməli, düzgün həyat tərzi olmadıqda, beyinə qan, oksigen yaxşı çatmayanda yaranan baş ağrılar. Bunlar organiki deyil, ikincili baş ağrılardır. Və beyin insultlarında, yüksək arterial davlenilərdə, beyin qanaxmalarında, subarachnoidal qanaxmalarda, deməli, miqrendə, gəlirik, keçirik, deməli, hemoritdə, frontitdə yaranan baş ağrılar. Bir də var ikincili baş ağrıları. İkincili baş ağrılar hansılardır? Allah uzaq eləsin. Beyin mənşəli, beynin özündə, hər hansı nahiyəsində olursa olsun, kistanın, xoş xassiyəli şişlərin, bəd xassiyəli şişlərin olmasından yaranan baş ağrılar. Baxın, sonra dediyim kimi, digər orqanlarda, məsələn, xəstədə ağır ürək çatmamazlığı var, baş ağrısı olur. Xəstədə yüksək hipertenziya var, baş ağrısı olur. Xəstədə bəli, deməli, mədə-bağırsaq sisteminin pozulması nəticəsində beyinə qidalanma yaxşı çatmır, damarların kirəzləşməsi nəticəsində beyində oksigen azlığı var, baş ağrısı olur və s.